Məlumat verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Balakən rayon icra hakimiyyətində əməliyyat keçirir. Korrupsiya hüquq pozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rızayevin və bir neçə başqa rəsmi şəxslərin saxlanıldığı bildirilir. Yeni Sabah saxlanılan icra başçısı ilə bağlı faktları təqdim edir. İslam Vahidoğlu Rızayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leningrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayonu Maliyyə İdarəsində böyük iqtisadçı kimi başlayıb. Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və keçmiş Əzizbeyov rayonları, indiki Xəzər rayonu üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin muavini çalışıb. Azəri Qaz Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışıb, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentinin rəis muavini olub. Rızayev 14 ildən çoxdur Balakənin icra başçısıdır. O, bu vəzifəyə 2011-ci il mayın 18-də təyin edilib. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var. E-Hüquq az məlumat verir ki, Rızayevin qızı Fəridə Rızayeva Suraxanı rayon məhkəməsinin hakimidir. Rızayeva 2023-cü ilin oktyabrında bu vəzifəyə təyin olunub. Həmin təyinatadək isə o, Vəkillər Kollegiyasının üzvü olub. Hüquq müfahizə orqanları Hürriyyət TV-də əməliyyat keçirib. Əməliyyat vaxtı Hürriyyət qəzeti, eyni adlı Hürriyyət az-saytı və Hürriyyət TV-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb. Qeyd edilir ki, həmçinin Hürriyyət TV-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb. Pizza sifarişi. Bu əməliyyatın Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur. Əlavə edək ki, Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun bacısı oğludur.